Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu kənar dairəvi yolda yol nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilas etmə xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən Mercedes Sprinter və Şakman markalı avtomobillərin iştirakı ilə yol qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub. Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə Mercedes Sprinter markalı avtomobilinin sürücüsü 1988-ci il təvəllüdlü Cavadov Orxan Əlcavadovunu xilas edərək təcil tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.